Salam, hər vaxtınız xeyirli uğurlu olsun, əziz və dəyərli bacılarım. Yenə mən gəldim, yenə yeni bir gündən, yeni bir video ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. Tək yaxşı olun. Mən də şükürlər olsun, yaxşıyam. Keyfim, əhvalım çox şükür hər biri yerindədir. Və bu yüksək enerjili, yüksək əhval-ruhiyyə ilə dedim sizin üçün bir bu çəkilib yığılan vloglardan montajlayım, təqdim edim. Bilirsiniz, keçən vlogda da qeyd etmişdim. Oruculuq ayı girmədən öncə bir neçə, 3 vlogluq videolar çəkib yığılıb telefonumda. Dedim bir onları montaj edim, təqdim edim sizə. Və bu da həmən o vloglardan biridir. Deməli qızlar, burada baldızım, mən və baldızımın qudası səhər danışdıq, çıxdıq güya ki yürüyüşə və qərar verdik ki, gedək gəzə-gəzə, həm də yaxınlıqda, yəni Zabrat 2-də yerləşən Aqramol var. Orada baxaq görək nələr var. Çünki yeni açılıb, baldızım gedib, amma mən getməmişdim. Mənə də maraqlı idi gedib ora baxmaq. Və dedik, həm yürüyüş edək, həm də gedək həmən Aqramola baxaq. Bilirsiniz, orada hər bir şey kilo ilə satılır. Məsələn, göstərirəm, belə çəki ilədir. Kilosu bilmirəm neçə idi, yadımdan çıxıb artıq, amma cəmi belə çox qəşəng keyfiyyətli corablar. Ufaq üçün almışam bu arada. 2 corab cəmi 60 qəpik, 2 dəst corab cəmi 60 qəpik elədi. Daha sonra yenə də 1-2 ufaq üçün bir şeylər aldım. Burada yəni alt geyimidir. Façın 2-dən belə götürdüm. Bunu da yenə təmiz pambıqdır. Keyfiyyəti də çox yaxşıdır. Səhv etmirəmsə Özbəkistan mallarıdır orada. Belə 2 dənə də bu alt geyimi cəmi 1 manat 75 qəpik tutdu. Çox keyfiyyətli. Yəni bunu mən başqa bir hansısa mağazadan alsam birini heç o qiyməti etməz. Bəlkə də 2 manata falan edər. Amma oradan ikisini bu qiymətə aldım. Həm keyfiyyətlidir, həm ucuzdur, həm pambıq, təmiz pambıq materialdır. Yəni gedib almağa dəyər. Bunu nəyə görə deyirəm? Əgər o ərazidə yaşayan varsa, mütləq gedib bir göz gəzdirsin. Hər şey çox ucuz və sərfəlidir orada. Ümumiyyətcə bilirəm ki, Aqramolda bir çox yerdə filialları var Aqramolun. Biz Zabrat filialına getdik və bir də belə bir dəst götürdüm. Bu dəst şəkildə satılır. Bu da pambıqdır, amma belə bilirsiniz necə? Streç fasonda bu maçlı pambıqlardandır. Çox qəşəngdir bu da, keyfiyyəti, həm tikilişi falan hər bir şey çox qəşəngdir. Əsasda məktəbə gedən uşaqlar üçün daha düşünürəm ki, yaxşıdır belə ağ dəst almaq. Bunun da qiyməti belə dəst şəkildə 2 manat 25 qəpik idi deyəsən. 2 manat 25 qəpik idi qızlar. Yəni belə bir dəst üçün keyfiyyəti çox əladır da, qiymət 2 manata nə verirlər ki, valla belə. Mən özüm də təəccübləndim qiymətləri görüb. Özdə yəni bu keyfiyyətdə. Kilosu bilmirəm, yadımda qalmayıb qızlar neçəyə idi, amma bilirəm ki, yəni çəkdi tərəziyə qoydu, 2 manat 25 qəpik etdi. Başqa rənglər də var idi, mən ağ rəngini götürdüm. Düzdür, az bir şey aldım, çünki bilirsiniz mən çox şeyi Temudan aldığıma görə, yəni hər bir şey paçka-paçka alıram. Alacağım, yəni elə bir ehtiyacım yoxdur, amma buradan inşallah düşünürəm gedib başqa bir şeylər də alacağım, dəsmallar falan belə şeylər gedib alacağım, çünki Temuda sərf etmir, həm də belə təmiz su çəkən olmur oradakı dəsmallar. Burada da göstərirəm qızlar, bir tək dəsmalların qiyməti yadımda qalıb. Kilosu 10 manata idi və belə bir hamam dəsmalı, bu böyük, yetərincə də görürsünüz də böyükdür ölçüsü. Və bu dəsmal qızlar deyəsən hardasa 300 neçə qram gəldi, yoxsa 300 qram gəldi və bunun da qiyməti elə tutdu cəmi 3 manat 25 qəpik bir dəsmal. Dediyim kimi kilosu 10 manatdır. Hətta yəni 1 kiloyu bəzən 3 dənə gəlir. Yəni 3 dəsmala 10 manat vermək məncə çox gözəldir. Və bütün bunların hamısını qızlar, yəni burada çeki göstərirəm sizə. Yəni ağ mayka dəstini, yəni alt paltar dəstini çıxmaq şərtilə 5 manat 60 qəpik tutmuşdu. Və əlavə olaraq sonda buna aldım deyə 2 manat 25 qəpik də bunu ödədim.
Yəni bu gördüklərinizin hamısı heç 8 manat etmədi, 7 manat neçə qəpik isə etdi. Məncə çox sərfəlidir, çox yaxşıdır qiymətlər. Və düşünürəm ki, tezliklə gedib yenə alış-veriş edəcəm orada. Və həmən günü vlogumu tamamlaya bilməmişdim qızlar. Bu növbəti gündür. Burada da səhər durdum, işlərimi hamısını etdim ki, gedəcəyimiz yerimiz var idi. Dedim ertədən işlərimi edim. Daha sonra, yəni işim qalmasın da. Burada artıq çox işlərimi görmüşəm. Qalmışdı mətbəxdəki işlərim. O da dedim öncə yeməyimi hazırlayım, qoyum. Daha sonra keçərəm digər işlərimə, yəni qab yumaq falan belə yüngülvari ortalığı toplamaq kimi işlərim qalmışdı. Onları da edim, işim tamamlansın. Və mətbəxdə işimi öncə yemək bişirməklə başladım. Çünki yemək hazır olanda elə bilirəm ki, bütün işimi görmüşəm. Həm də dedim, gedib harasa gələndən sonra çox vaxt həvəsim olmur iş görməyə, nəsə hazırlamağa. Dedim, yeməyimi bilim ki, rahat olum ki, yeməyim artıq hazırdır da. Elə tez bazar kiftə də hazırladım. Burada da deyər ki, suya niyə batırırsan kiftələri? Yəni buzluqdan əti çıxardanda çəkilmiş ət biraz su vermişdi də, bildiniz necə? Onda da nəsə yumşaq olur ət deyə deyirəm, birdən dağılar deyə duzlu suya batırıb daha sonra atıram kiftələri qazana. Onda duzlu su qoymur da kiftələr dağılmağa. Yəni dağılmaq ehtimalı çox az olur. Və öncə yeməyimi belə hazırladım. Orada artıq işlərimi görmüşəm hamısını, qablarım falan da var idi, yudum. Və burada da artıq hazırlaşmışam, geyinmişəm, çıxdı. Ona qədər də yeməyim hazır oldu. Və elə altını söndürdüm. Nanəsini elə birbaşa içinə səpdim. Çünki bizdə hamı yəni xoşlayır da nanəli yeməyi. Hərənin qabına tökmürəm. Elə birbaşa qazana hər dəfə əlavə edirəm. Və belə yeməyim də hazır, işlərimi də tamamlamışam. Artıq çıxırıq. Və hara gedirik qızlar? Yəni yemək yemədən çıxdıq, çünki nahara gedirdik. Harasa yoldaşlarımız harasa nahara aparırdı bizi. Harasa deyəndə yeni bir yer tapmışıq. Dedik gedək oranı da sınayaq. Hələ indiyə kimi heç vaxt getməmişik ora. Dedik yenilik olar, fərqli olar. Amma getdik getməklə peşman olduq, çünki heç bəyənmədik. Niyə bəyənmədiyimizi birazdan deyəcəm. Qızlar, bu arada çıxarkən tələsirdim deyə nə geyindiyimi göstərə bilmədim sizə. Belə Temudan kofta almışdım, çox qəşəng. Burada şəklini qoyacağım, çox bəyəndim. İlkini giyindim, yəni ilk dəfə giyindim. Və dediyim kimi tələsirdim deyə tam olaraq kombinimi göstərə bilmədim sizə. Hə qızlar, yəni bəyənməməyimizin səbəbi ona görədir ki, ilk olaraq onu deyim, hara getdiyimizi. Bilirsiniz, mən getdiyim, bəyəndiyim yerləri yaxşı olanda da deyirəm yaxşıdır, bəyənməyəndə də deyirəm bəyənmir. Yəni aldatmaq istəmirəm də ki, yalandan tərifim ki, ay belə gözəl idi, ay belə yaxşı yer idi. Getdiyimiz yer bura Maşdağada yerləşir, Bağ yoludur, restoranın adı. İlk dəfə idi dediyim kimi gəlirdik. Yəni onu da bizə internetdə çıxmışdı qabağımıza. Dedik gedək bir oranı da sınayaq. Və gəldik qızlar. Demək qızlar, belə restoran özü belə interyeri çox qəşəngdir. Qəşəng deyəndə belə qədimi tərzdə bir restorandır. Köhnə əşyalarla falan belə muzey kimi bir yerdir. Yəni iç görünüşü, interyeri gözəl olsa da yeməklərini qətiyyən heç bəyənmədik. Dadı da yox idi. Və üstəgəl inanın ki, yəni biz başqa yerdə də gedib məsələn yeməklər yemişik, porsiyalar normal olur. Bu uşaq porsiyu da, yəni yarım port sayılır da, doymaq olmurdu. Həm də qiymətlər də baha idi. Bir sözlə belə tam da ürəyimizə yatmadı. Yəni ilk və son dəfə gəldik bura, belə qərar verdik ki, yəni bir də gəlməyəcəyik. Və belə qızlar, ardını istəyirəm belə davamını şərhsiz izləyəsiniz. Yenə də arada ehtiyac olduqca şərh edəcəm. Qədimi şeylərdir də hamısı. Hadi bu qazandan, mis qazan. Zinger maşınka. Aha. Bir şeydir, no acıyırır, şu vakti radyodan. Maraqlıdır hər şey.
evdə Wi-Fi sırası. Bura nə qəşəngdir. Burada da neyse var. Yok, proje çay yeridir. Doktorlar yazmış. Onu deyirəm də, poçta keyflə. Hələ üstündəki radio var. Kemal'da radyosu var. Ha? Ya da soğuk çok. İstemiyorum ya. Bax da var. Kebabı ha. Onda ya tikəni getirəcəm. Çünki çox olacaq. Ha. Ne istiyorsun? Bir dənə də badımcan pisi. Bir dənə balımcan. Göyərti qutabı. Ha. Badımcan Necə qutabız alırsan daha? Var iyice soğuk şey. Gəlsin balım. Bir tane lülə, bir tane balık, payal balığıdır bizdə. Bir tane de balımızı. Nə boydadır balıq? 4 kilo. Pendir, acıka əsas. Bir də zeytun. Süzmədir nədən olur? Neyse. Pendir alsınlar versə. Ya İyisiz. ya pendir ya da acıka süzmə götürün ikisindən birini. Yeyinirsiniz. Daha ne kaldı atarım? Su var. Ne oldu bir anda? Hələ qalıb. Ne yiyoruz onu götür. Bir de Allah onları canına sen. Bunu O ne? geçecek. Ben bir şey değilim. Ben de geldi girem aslında. Siz doğru içine yeməm deyirlər. belə yeməm. Şuydu. Yeməm En belə yaptı o. yeməm. Kimi qəşəngdir. Ben de Kalın doğma deyirəm sana. Deyir, dalın dalmış, dalın. Dalı heç şey. Balık Məsələn. oturduk. Dedi farel balığı var. Dedim gətir. Bu yeməyin adı nədir? Yoxdur. Şirəli. Şurada. Falan Bu balık başqa var. cür da, şeydə başqa cür idi. Bu sosma yapıyorsun. Bu nedir? Qarnı kimi düyüdür. Düyü. He, bildim. Çok sağ ol. Duş olsun. Sağ ol. İstəmirəm mən. Hə, Eyşən. Yağlıdır, istəmirəm. Bunun bir yarısını bölüb ver. Deməli gəlir deyir ki, qırış. Buna şeyler zamanı az verdiler ha. Ha, porçaz. Həm də, Qəşəngdə çox. həm də dadlıdır ha, deyim, duzlu zadıyım da. Mən bax, gəldi deyir ki, qırış. Vereyim sana bunu. Yox. Açık yüzle getirseydin ağır olur. Açıl buz yanına. Siz də Bunu da yiyin. götür zahmet olsun. Yedik. A, pişənə. Ben kürem kurugu yoktu bu ne? Kurugu çıkan gibi sip damardan sağa da sip damardan sağa. Ne bileyim Kürem kurugu nasıl sip dafor var ya? Ha. O sip Neyse kızlar. Oturduq, sifarişimizi verdik. Yeməyimizi yedik. Yetirən doyduran Rəbbimə şükürlər olsun. Doyduq. Amma dediyim kimi yeməklərin dadı sıfır. Yəni heç bəyənmədik. Porsiyalarda gördünüz də, demək uşaq yeməyidir, demək olar. Belə, yəni eyni bu şotu burada da görəcəksiniz. 100 manata yaxın şot etdi, amma bu qiymətə biz başqa restoranlarda oturub bol-bol
yəni yemək gətirirlər. Söhbət yəni yeməkdən deyil. Onsuz da biz məsələn baldızımdır, mən də bir tikə yeməklə doyduq, amma bilirsiniz kişilər biraz xoşlayırlar ki, doyumcul yesinlər. Ona görə də onları heç qane etmədi. Yəni bir sözlə nə yeməyin dadı, nə yeməyin dediyim kimi porsiyası, nə qiymətləri, həm də ümumiyyətcə belə restoranın interyeri gözəl olsa da, otaqlar, oturduğumuz otaqlar çox belə qapalı idi, boğucu idi, qaranlıq falan. O da sıxdı bizi biraz. Və belə neysə ki, yox, gəldik, buranı da gördük. Artıq bildik gəlməyə dəyərmi, dəyməzmi, onu bilmiş olduq. Yəqin ki, bir daha belə düşünürük ki, gəlmərik bura. Həmişə bildiyimiz yerə, yəni elə Mışdağın özündə bilirsiniz dəfələrlə getdiyimiz Fazenda restoranı var, qəsr restoranı var. Ora daha bizə xoş gəlir. Həm qiymətcə, həm porsiyası böyük olur. Yəni kişilərə görə, yəni dediyim kimi doyumcul yeyirlər də. Yəni ən azından ödədiyimiz hesaba dəysin də, yəni göstərilən xidmət. Düzdür, belə düşünəndə fikirləşirsən ki, ora verilməkdənsə o qədər pulu elə alıb evdə bol-bol bişirib yemək daha yaxşı olardı. Amma sonra da fikirləşirsən ki, onsuz da bütün günümüz evdə keçir. Elə adam ürəyi istəyir ki, hərdən çıxasan, gedəsən hardasa, oturasan, gözəl gün keçirdəsən. Belə də olanda adam peşman olur. Neysə qızlar, yeməyimizi yedik, biraz oturduq, söhbət falan. Daha sonra çıxdıq, yollandıq evimizə. Və neysə qızlar, həmən günü evə gələndən sonra daha heç nə çəkmədim. Elə axşama doğru bir də gördük ki, kuryer zəng edib ki, kargonuzu gətirmişəm, çıxıb götürərdiniz. Yoldaşım çıxdı, götürdü. Mən də dedim elə, videonun sonluğu da bu kargo açılımı ilə tamamlayım. Bu nə kargosudur qızlar, yəni sifariş etməmişəm. Bu yenə də mənim oyundan qazandığım hədiyyələrimdir. Bilirsiniz qızlar, mən Temuda hər zaman, yəni boşluq olduqca, vaxt olduqca Farmland adlanan bir oyun var, onu girib oynayıram və həmən oradan qazandığım bu hədiyyələrdir. Yəni çox adam deyir ki, oynamaq olmur ki, çox vaxt aparır. Məndə isə yəni ətrafımda oynayan çoxdur deyə bir-birimizə kömək edə-edə, yəni tez bitirirəm də, maksimum bir aya, yəni bir aydan biraz çox olur ki, tamamlaya bilirəm həmən oyunu. Bu arada qızlar, yəni bilməyənlər üçün əgər bilmək istəyirsə nə oyundur, yəni xəbəri əgər kiminsə yoxdursa, burada kodu yazacağam. Həmən bu kodu Temuda axtarış yerinə yazaraq siz də daxil olub həmən bu oyunu oynaya bilərsiniz. Düzdür, biraz uzun çəkə bilər, amma ən azından bilirsən ki, sonunda nəysə qazanacaqsan da, yəni oynamağa dəyər deyə düşünürəm. Yəni elə bir oyun tanımıram ki, mən o oyunu oynayım, nəysə qazanasan, amma bu, yəni ən azından bilsən ki, oynayıb sonunda belə bir hədiyyələr qazanmaq mümkündür. Və mən də bu dəfəki hədiyyələrimi bir neçə dəfə bilirsiniz, Shorts'da da paylaşmışam, videolarda da paylaşmışam, bəzi hədiyyələrimi göstərmişəm. Bu da sonuncu qazandığım hədiyyədir. Özüm üçün belə bir çanta yəni seçmişdim oyunda qazanmaq üçün və bir də şalvardır. İkisi də çox keyfiyyətli gəldi. Düzdür, bundan bu çantadan varım idi, hansı ki sifariş verərək yəni pulla almışdım. Bunu hədiyyə qazanmışam. Həmən o çantanı hədiyyə etmişdim. Bir dəfə istifadə edib daha sonra bəyənildi deyə mən də götürdüm, hədiyyə verdim. Və eyni ondan təzədən, yəni xoşuma gəldiyi üçün bir də sifariş verdim. Sifariş vermədim, daha doğrusu oyunda bu hədiyyəni seçdim, bu çantanı. Digər isə şalvardır, çox qəşəng şalvardır, amma belə deyim ki, sərin aylar üçündür. Çünki biraz qalın materialdandır. Ətəyi trapez gedir. Belə çox, beli də rezinkalı stretch bir şalvardır. Oturuşu falan da çox gözəldir. Çox bəyəndim hər ikisini. Neysə qızlar, siz də dediyim kimi qazanmaq istəyirsə, həmən o yazdığım kodla daxil olub oynaya bilərsiniz.
Və belə qızlar, burada da videom sona çatır. Artıq sağollaşmaq vaxtıdır. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.